Favorit.az Bugünkü hayat bilgisi dersimizde qonaqlar da iştirak edir. Gəlin onları salamlayalım. Uşaqlar, lövhədə kimi görürük? Cırtdanı. Cırtdanı sizi salamlayır. Bugünkü dərsimizdə uğurlar arzulayır. Uşaqlar, cırtdan sizə hədiyyələr gətirib. Gəlin görək, cırtdan nə gətirib? Səkinə, cırtdan nə gətirib bizə? Cırtdan bizə kitablar gətirib. Aferin, çok sağ ol. İlber, bu hansı kitaptır? Əlifba kitabı bize ne öğretir? Hərfləri. Hərfləri, düzdür. Hərflərdən hecalar düzəltdik. Hecalardan sözlər, cümlələr yaratdık, düzdür. Vaqif, qalx ayağa, bu ne kitabıdır? Riyaziyyat. Riyaziyyat Riyaziyyat bizə rəqəmləri, misalları öyrət. Toplama çıxma əməllərini öyrətdik. Tuncay, qalx ayağa görün. Ne görürük? İnformatika kitabı bize ne öğretti? İnformasiyalar. Kompüter hakkında biliklerimizi artırılır. Nuray, ne görürük? Hər birisi ətrafımızda baş verən hadisələr. Aferin, etrafta baş verən hadisələri öyrədir. Zəhra, bəs bu hansı kitabdır? İncil. Sen bu kitabı tanıyırsan? Xeyr. Xeyr. Nəzrin, bu hansı kitabdır? Tövrat, tanıyırsan bu kitabı? Xeyr. Xeyr. Nurcan, bəs bu hansıdır? Qur'an-ı Kərim, aha, Qur'an-ı Kərimi tanıdınız. Uşaqlar, gördüyümüz kimi kitablar müxtəlifdir. Bu kitablardan, tanıdığınız kitablar sizin dərsliklərinizdir. Hər gün bu kitablardan müəyyən məlumatlar alırsınız. Amma tanımadığımız İncil, Tövrat, 'Qur'an-ı Kərim dini kitablardır.
Gəlin görək, dini kitablar bizə nə öyrədir? Başqa bir slayda baxaq. Nə görürük? Azərbaycan Respublikasının hüquqlarından biri olan bayrağımızı, aferin, bayrağımızı görürük. Bayrağımız neçə rənglidir Cavidan? Bayrağımız 3 rənglidir. Qırmızı rəngin üzərində aypara və 8 gülşəli ulduz var. Aferin, Aliyə, aypara və 8 gülşəli ulduz nəyə işarədir? Güneşə. Aya işarədir, düzdür. Rail, bayrağımızdakı rənglərin mənası nədir? Mavi rəng türklüyümüzü bildirir. Qırmızı rəng İslam müasirliyimizi, yaşıl rəng İslamlığımızı. Dinimizin İslam olduğunu bildirir, düzdür. Yaxşı, gəlin görək. Din nədir? Uşaqlar, birinci lövhəyə toxundum, birinci figura toxundum və burada belə bir söz yazıldı. Yahudilik. Bu söz sizə tanışdır? Bəzilərinizə tanışdır, bəzilərinizə isə yox. Bəs bu hansı sözdür? Xristiyanlıq. Aha, Xristiyanlıq. Bəs bu söz hansıdır? İslam. Gəlin görək. Xristiyanlıq, İslam və Yahudilik nədir? Uşaqlar, bunlar dinlərdir. Kırmızını görək. Gəlin görək. Bu gördüklərimiz nədir? Uşaqlar, düzdür, gördüklərimiz dinlərin adlarıdır. Uşaqlar, dinlər səmavi və qeyri-səmavi olmaqla iki yerə ayrılır. Qeyri-səmavi dinlər insanların özləri tərəf, Allah tərəfindən yaradılmayıb. Qeyri-səmavi dinlər insanlar özləri tərəfindən yaradılıb. Yəni insanlar göy cisimlərinə, müxtəlif taxtadan düzəldilmiş heykəllərə, başqa canlı varlıqlara inanırdılar. Bundan sonra isə səmavi varlıqlar yarandı. Səmavi varlıqlar adından göründüyü kimi Allah tərəfindən mələklər vasitəsilə peyğəmbərlərə göndərilən dinlərdir. İlk peyğəmbərimiz Adəm peyğəmbər olmuşdur. O həm də ilk insandır. Gördüyümüz Yahudilik, Xristiyanlıq, İslam isə həmin səmavi dinlərin adlarıdır. İndi gəlin, dinlər haqqında bildiklərimizi bir cədvəlində qeyd edək. Kim deyər? Dinlər haqqında nə bilirik? Ayağım desin. Dinimiz İslamdır. Aha, bilirik ki, dinimiz İslamdır. Daha nə bilirik? Müqəddəs kitabımız. Daha nə öyrəndik bugün? Dinlər haqqında məlumat almaq Aha, başqa dinlərin adını siz öyrəndiniz. İndi. Hansı dinlərin adını öyrəndik? Ay sağ ol. Başqa dinlər. Başqa dinlərin adını bilirik. Bəs uşaqlar, din mövzusu haqqında nəyi bilmək istəyirsiniz? Nəyi bilmək istəyirik? Yaxşı, Rail bilmək. Dinimiz İslam dinidir, bunu bilir. Nə bilmək istəyirsən? Ay sağ ol, başqa dinləri daha yaxından tanımaq. Başqa dinləri... Aha, başqa dinləri... yaxşı tanımaq. Səmavi dinləri yaxşı tanımaq. Daha nə istəyirsiniz? Kəbə haqqında məlumat almaq. Kəbə haqqında məlumat almaq istəyirsiniz. Kəbə haqqında... Dini rəmzləri tanımaq istəyir. Dini rəmzləri tanımaq istəyirsiniz.
dini rəmzləri tanımaq istəyirsiniz. Uşaqlar, öyrəndim hissəsini isə dərsin sonunda yazıb doldurarım. Bunun üçün, dərsi möhkəmləndirmək üçün mən sizi 5 qrupa ayırmışam. Həmin qrupları səma, günəş, ulduz, ay və kainat adlandırmışam. Bu qruplar, hər qrup özünə lider seçsin. Vaxt verirəm sizə. Öz aranızda liderinizi seçin. Aferin. Aha. Grup liderləri özlərini təqdim etsinlər. Çox gözəl. Ay qrupu. Çox gözəl. Rəhimli Tuncay. O biri grup lideri özünü təqdim etsin. İbrahimli Amil. Məmmədova Nuray. Kim? Məmmədova Nuray. Aha, Məmmədova Nuray, lap yaxşı. İndi mən qrup liderlərini seçilmək üçün tanınma nişanlarını taxır. Kömək edin yoldaşlarınıza. Qrup liderlərini nişanları taxılır. Uşaqlar, qrup işinə başlamamışdan əvvəl gəlin, Yahudilik, Xristiyanlıq, İslam dini haqqında daha geniş məlumatlar toplayaq. Biz dedik ki, bu üç dinin hər üç din səmavi dinlərdir. Allah tərəfindən göndərilmiş dinlərdir. Yəni, hər üç din tək Allahlı dinlərdir. Bu dinlərə görə dünya və insanlar tək olan Allah tərəfindən yaradılıb. Nədir Tuncay? Sözün var? De görüm. Yaxşı. Sən də onu demək istədin, lap yaxşı. Hər üç din tək olan Allah tərəfindən yaradılıb. Uşaqlar, səmavi dinlərin birincisi Yahudilik dinidir. Yahudilik dinini, bax bu simvoldan tanıyacaqsınız. Bu simvolun adı Megin David'dir. Aferin sənə Nihal. Bu simbol Megin David'dir. Yahudilik dinini insanlara Həzrəti Musa çatdırmışdır. Dinimiz, həmin dinin müqəddəs kitabı Tövrat. Tövrat, aferin, bayaq Tövrat gördünüz, tanıdınız. Hər bir dinin uşaqlar ibadətgahı olur ki, həmin yerə gedir insanlar, Allaha dualar edir. Orada özünü Allaha daha yaxın. Aferin. Yahudilik dininin də ibadətgahı sinagogdur. Sinagogu siz necə tanıyarsınız? Sinagogun üzərində nə var? Sinagogun işarəsi var. Siz ondan tanıyacaqsınız. Qapısında deyil, üstündə, üzərindədir. Yaxşı, hər bir dini uşaqlar insanları daha yaxından tanıdan, öz sözləri ilə, öz əməlləri ilə daha yaxından tanıdan insanlar olur. Belə insanlar din adamlardır. Yahudilik dinini insanlara çatdıran mollaları, yaxşı, mollaları deyək, Yahudilik dininin mollaları rabbinlərdir. Görürsən, rabbinlərin fərqli papaqları var. Və rabbinin yanındakı bayraqda da həmin o Megin David'in işarəsi. Yahudilik dini haqqında məlumatımız, işarəsi, kitabları, ibadətgahı, din adamları. İndi ikinci bir dinimizlə tanış olaq. Demişdik ki, ikinci səmavi dinimiz... Uşaqlar, siz düzdür, İslam da Xristiyan, düzdürsünüz, İslam da Xristiyanlıq da səmavi dindir, amma yadınızda saxlayın. Birinci Yahudilik dini yaranır, ondan sonra Xristiyanlıq dini Allah tərəfindən göndərilib. Xristiyanlıq dini Həzrəti İsa Peyğəmbərə göndərilib. Həzrəti İsa Peyğəmbər insanlara bu dini çatdırmışdır. Xristiyanlığın simvolu xaç. Buna vaftiz deyirlər. Yəni siz xaç kimi yadınızda saxlasanız da olar. Hər bir dinin müqəddəs kitabı var. Aferin, bu dinin də müqəddəs kitabı İncildir. Dedik ki, bütün dinlərdə Hristiyanların keşişi. Keşişi budur. Aferin, bu Hristiyanların keşişidir. Bu isə kilsədir. Hristiyanların ibadət etdikləri yer kilsə. Kilsəni nədən tanıdınız? Üstündə xaç
saç var, düzdür. Ondan tanıyacaqsınız. Yəni bu işarələrə diqqətlə baxın. Qrup işləri zamanı sizə lazım olacaq. Coşu papağanlar.